Şimdi bir dənə fırlat. Əsas yolun üstü. Maçdağadan Albalıya gedən yolun üstündə Vağzal deyilən ərazidən 186 nömrəli marşrut yolunun üstü idi. 2,5 totun içində 3 otaqlı, qoşudaşla, kəmərlə necə lazımdır inşa olunmuş. 3 otaqlı evimiz satışda da öz evimiz paket kupçalıdır. Həm evə, həm torpağa kupçadır əziz izləyicilərimiz. Gördünüz də yolun kənarıdır. Çıxdın qapıdan mindin marşruta getdin. Evimizin dəhlizini göstərirəm sizə. Evimizin də tikintisində heç bir söhbət yoxdur. Gəlib baxanda bu evə xahiş edirəm usta ilə gəlin baxın. Mətbəx otağıdır, şəbəkə formasıdır pencerlərimiz. Evimizin bir də kombisi yoxdur. Kombidə qiymətin daxilində quraşdırılıb təhvil veriləcək. Qonaq otağımızdır. Ölçüsü normaldır, yəni genişdir. Balaca otaq deyil. 2 dənə də yataq otağımızdır, valideyn otağıdır. Göstərir sizə. Pencerələrimiz də ki, yəni normaldır, işıqlı da hava çəkən evdir. Digər yataq otağımızı göstərək. Qardaşlar, tələsin bu evi almağa. Həqiqətən, yəni yerləşmə yerinə görə bu ev tez satılacaq. Bir də hamam otağımızdır. Aksesuarlar yığılıb, isti döşəmədir. Qiymət, gəldiyi qiymətə. Qiymət 85 min manat. Real alıcıya 85 min manatdan endirimimiz olacaq. Aşağıda göstərilən nömrə ilə əlaqə saxlayın. Bu evdən 3 dənədir, ikisi satılıb, biri qalıb. Tələsin həqiqətən almağa. Gördünüz, bu avtobusda keçdi qapısından. Bu günə bu qədər. Sağ olun, videonu bəyənib kanalımıza abunə olmağı unutmayın.